Gəlib bir baxan, yoxlayan varmı? Təhlükəsizlik sıfırdır. Bura gələn vətəndaşdan pulu alan siz deyilsiniz. Mən də soruşuram ki, bəs bunlar təhlükəsizdirmi? Niyə qaçırsınız ki? Mənim sualıma cavab verin də. Heç olmasa ildə bir dəfə gəlib bura yoxlanış həyata keçirilirmi? Ha, bəli, gəlirlər. Hardan gəlirlər? Valla o var, yadımdan çıxdı adım. Deyirəmmisən ki, kim gəlir? Deyirəm, gəlirlər. Şəhər mərkəzindəki parklarda olan attraksiyonlara, uşaq əyləncə qurğularına kənardan baxanda, istifadə edəndə onların vəziyyətinin yaxşı olduğunu və aidiyyəti qurumlar tərəfindən də vaxtında nəzarətin həyata keçirildiyini düşünürsən. Amma nisbətən şəhər mərkəzindən kənarda olan parklardakı attraksiyonlar uşaq əyləncə qurğuları barədə eyni sözləri demək, eyni fikrə düşmək biraz çətin olur. Məsələn, hazırda olduğumuz metronun Azadlıq stansiyasının yaxınlığındakı parkda olan bu qurğuya baxanda düşünürsən ki, görəsən buna bir gəlib baxan, yoxlayan varmı? Təhlükəsizlik yəni sıfırdır demək olar. Təhlükəsizlik bir nömrəli önəm kəsb edir bizim üçün. Belə həmişə gəldiyim parkdır. Yəni heç bir təhlükəli hal baş verməyib burada, hər şey qaydasındadır. Bir valideyn kimi uşağın yanında dayanmaq lazımdır. Ehtiyatlı özün gözləməlisən. Kim baxır bunlara ümumiyyətlə? Nəzarət hansı formada həyata keçirilir? Mən çəkiliş eləməm, müdiriyyət var, müdiriyyət gələr çəkiliş. Çağıra bilərsiniz müdiriyyəti. Bura gələn vətəndaşdan pulu alan siz deyilsiniz. Mən də soruşuram ki, bəs bunlar təhlükəsizdirmi? Təhlükəsizdir, bəli. Yəni onu göstərən bir sübut sənəd var, yoxsa? Deyir təhlükəsizdir amma çəkmə olmaz. Bizə lazımdır ki, bunların təhlükəsiz olduğunu göstərən bir sənədi sübutu varmı? Aidiyyəti qurumlar tərəfindən hər hansı bir nəzarət həyata keçirilirmi? Yəni bizim sualımız budur. Bu qurğular ki var, bunların təhlükəsizliyini soruşuruq sizdən. Məsələn, bax uşaq istifadə eləyir də, az yaşlı. Niyə qaçırsınız ki? Mənim sualıma cavab verin də. Nə qədər təhlükəsizdir? Onu soruşuram da. Sual verirsən, soruşursan, bax, qaçıb gedir. Amma burada bir qurğudan pulsuz istifadə edəməzsən də. Müəyyən məbləğ ödənilir, istifadə olunur, amma onların nə qədər təhlükəsiz olduğunu soruşursan, elə qaçıb gedir. Pulu aldı, qaçdı, getdi. Gedir. Mən soruşuram ki, bu uşaq bundan istifadə edirdi, nə qədər təhlükəsizdir? Həmin əməkdaş qaçıb gedir. Bir valideyn olaraq, bəs sizi narahat edirmi onun nə qədər təhlükəsiz olduğu? Təbii ki, edir. Ümumiyyətlə, bunlara gəlib baxan, bir nəzarət edən varmı? Bəli, özümüz də nəzarət edirik, gəlib baxırlar da. Kim gəlir baxır? Necə deyirlər, özümüz baxırıq, yoxlayırıq. Bizim başımız çıxmasa bunu qoymarıq ki burada. Özünüzü yoxlamanız kifayət deyil axı. Ha. Hər halda bir məsul şəxs olmalıdır, bir qurumdan kimsə gəlməlidir hər halda, düzdürmü? Heç olmasa ildə bir dəfə gəlib bura yoxlanış həyata keçirilirmi? Ha, bəli, gəlirlər. Hardan gəlirlər? Valla o var, yadımdan çıxdı adım. Gəlirlər, yoxlayır. Kim gəlir məsələn? Hala indi mən səhər yediyimi görürsə yaddan çıxardıram. Allah kömək. Deyirəmmisən ki, kim gəlir? Deyirəm, gəlirlər. Birinci maşına baxın. Bu maşına baxanda bilirsən ki, artıq bunun vaxtı gedib də. O maşını qəttəzə almış. Təzə olub, faktini köhnədir də, dəyişin də artıq. Məsələn, uşaq ona mindi, bir hadisə baş versə nə olacaq? Pul çıxsın ki, dəyişək də. Pul olmasa dəyişməyəsi. Ne dəyişirik də, vaxtın gərək qazanaq ki, dəyişək də. İstismara yararsız, nasaz vəziyyətdə olan istismara yol verilməzdir. Nasazlıq aradan qaldırılmalıdır. Ondan sonra istismarına belə deyək, icazə verilməlidir. Hansı qurumun balansındadsa, yəni hansı müəssisə tərəfindən istismar həyata keçirilirsə, mütləq həmən müəssisə tərəfindən bunlara həm vaxtında texniki qulluğun göstərilməsindən tutmuş, hər hansı bir nasazlıq baş verərsə, onun istismarın dayandırılmasına qədər həyata keçirilməlidir. Paytaxtdakı park və əyləncə məkanlarında attraksiyonların texniki vəziyyəti mütəmadi olaraq yoxlanılır. Əsas məqsəd insanların təhlükəsizliyini qorumaq və qurğuların qaydalara uyğun işləməsini təmin etməkdir. Hər bir attraksiyon ildə bir dəfə texniki baxışdan keçirilir və yalnız lisenziya alındıqdan sonra fəaliyyət göstərə bilər. Lisenziya İqtisadiyyat Nazirliyi tərəfindən Fövqəladə Hallar Nazirliyinin rəyi əsasında verilir. Bütün attraksiyonlara nəzarət olunur. Yoxlamalar zamanı aşkar olunmuş nöqsanlar barədə müvafiq aktlar tərtib edilir və qısa müddətdə aradan qaldırılması üçün istismarçılara təqdim olunur. Təhlükəsizlik tələblərinə cavab verməyən attraksiyonların fəaliyyəti qanunvericiliyin tələbinə uyğun qaydada məhdudlaşdırılır.